TikTokda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan müəllimləri adlı milli müsabiqəyə start verilib. Məqsəd bu sosial şəbəkədən daha faydalı istiqamətdə istifadə etməyə və səmərəli kontent yaratmağa hesablanıb. Əsas şərtlərdən biri 30 saniyə ərzində müəllimlərin tədris etdikləri fənn üzrə maarifləndirici videoların çəkilib paylaşılmasıdır. Əsas seçimlərdən və kriteriyalardan biri isə orada Azərbaycan müəllimləri adlı hashtagin paylaşılmasıdır. Yalnız bu hashtaglər paylaşılan videolar seçiləcək və müsabiqəyə daxil ediləcək. Ümumiyyətlə seçim bütün fənlər və respublika üzrə bütün müəllimləri əhatə eləyəcək. Bura həm ümumi təhsil, həm ali təhsil, eyni zamanda orta ixtisas və peşə ixtisası üzrə dərs keçən müəllimlər aiddir. İlk dəfə keçirilən müsabiqədə iştirak etmək üçün müəllimlərə yaş həddi nəzərdə tutulmayıb. Qalib isə ən çox izlənmə toplayan videolar arasından seçiləcək. Ekspertlərin fikrincə, belə layihələrdə iştirak müəllimlər üçün böyük motivasiya olacaq. Müəllimin özünün reklamıdır bu həm də. Yəni, sabahları müəllim özünün dərsləri ilə bağlı nümunələrini göstərə biləcək. Yəni, etiraf edək ki, bugün biz müəllimlərimizi tanımırıq. Müəyyən bir qismi sosial platformalarda var, amma müəllim özünün sosial fəaliyyətini yox, birbaşa ixtisası ilə bağlı informasiyanı verdiyinə görə bu müəllimin təbii ki, fəaliyyətinə stimul verəcək, eyni zamanda ödənişli gəlir əldə edə biləcək. Yəni, ən yaxşı müəllimin sosial platforması nə qədər baxış əldə edərsə, nə qədər çox paylaşılarsa, informasiya daha çox insana çatarsa, oradan gəlir də əldə edə biləcək. Həmçinin bu müəllimin müasir dövrdə reytinqi deməkdir. Yenə də deyirəm, bu heç də demək deyil ki, boş vaxt keçirəcək. Əksinə, boş məkan faydalı bir məkan çevriləcək ki, bu da bizim şagirdlərimiz üçün vacibdir. 5 may 1 iyun tarixlərini əhatə edəcək müsabiqənin qalibləri yarışma bitdikdən bir neçə gün sonra açıqlanacaq. Seçilmiş 3 qalibə mükafat olaraq mobil telefon hədiyyə veriləcək. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.